Belə yaşamaq olmur. Bilməm, hiss edirsiniz son dövrlərdə ki, danışırlar, bayram ləzzət eləmir, heç bir şey insanlara ləzzət eləmir. Belə də olmalı idi. Bu dalana insanlıq gəlib dirənməli idi. Zaman apardı bir müddət, amma gəlir deyəsən hiss olunacaq dərəcəyə gəlir çatır. Dünyanın puçluğu, dünyanın insanı qane eləməməsi. Allah nə qədər fəryad elirdi, Quranda eşitmirdi. Ərazıytum bil hayatid dünya. Buna mı razı oldunuz, dünyaya mı razı oldunuz? Bu sizi qane edəcəyimi düşündünüz? İndi başa düşür insanlıq bunu. İman gərək öz şirinliyini göstərsin. İnsanın imanı artdısa Allahla aram yaşayır. Xoş yaşayır. Allahla olur, Allahla. Hiss edir ki, Allahladır. Əfzəlül iman ən tə'ləmə ənəllaha mə'əkə eynəmə kuntə. Deyir, imanın ən uca dərəcəsi budur ki, biləsən, harada olsan Allah səninlədir. Allah sənin yanındadır. Quran necə buyurur? Ənəm mə'əkum eynəmə kuntum. Mən sizinləyəm, harada olursunuzsa olun. Belə bir insan necə yaşayır? Qorxmur heç nədən. Musa ilə Harun əleyhissalamı Allah göndərir Fironun yanına. Zamanının zalim şahı.